ABŞ silahlı qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən MQ-9 Repair tipli pilotsuz uçuş aparatlarının təxminən 25%-ni itirib. Bu barədə The Washington Post qəzeti məlumat yayıb. Nəşrin mənbələrinə görə ABŞ ordusu ümumilikdə 45 MQ-9 Repair itirib. Bu puallar Hörmüz boğazı ərazisindən İran üçün asan hədəfə çevrilib. Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçan MQ-9 Repairlər kəşfiyyat və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Quraşdırılan sensor və silahların növündən asılı olaraq bir puanın qiyməti 30-50 milyon dollar arasında dəyişir. VP-nin hesablamalarına görə puaların itirilməsi nəticəsində ABŞ vergi ödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür. Qəzetin məlumatına görə itirilən pualların hamısı vurulmayıb. Bəzi aparatların operatorları ilə əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.